Salam uşaqlar, salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. Mən İsfəndiyar Poladov, SAT Məs müəllimiyəm. Bu videodan etibarən başlayaraq inşallah SAT Məs mövzularının izahını çəkib paylaşacağım. Ümid edirəm şagirdlər üçün faydalı olar. Və mövzunu izaha başlamazdan əvvəl 1-2 momenti qeyd eləmək istəyirəm ki, Panda Digital SAT kitabını yəqin ki çoxunuz bilirsiniz. Oradakı mündəricata uyğun olaraq videolar çəkiləsidir. Yəni birinci mövzumuz bizim burada Exponents and Radicals'dır. Bu mövzudan başlayıb o ardıcıllıqla o silsiləyə uyğun davam edəcəm. Bu birinci qeyd etmək istədiyim moment idi. İkinci nədir? Zaten bu videonu izləyirsinizsə bilirsiniz ki SAT-də materiallar ingiliscədir. Yəni İngilis dilində aparılır hər şey, verbal olsun, məs olsun. Amma təbii ki biz yəni %100 ingiliscə danışacağıq deyə bir şey yoxdur. Çünki hər bir şagirdin səviyyəsi, yəni o qədər, yəni ingilis dilini, daha doğrusu riyaziyyatı ingilis dilində tam başa düşə biləcək səviyyədə olmaya bilir. Ona görə də bəzi ekstra izahları, terminləri istisna olmaqla belə danışıqlar falan Azərbaycanca aparılır. Yəni bu ola bilir. Amma kifayət qədər rus sektor şagirdlər də var. Həm özüm hazırlaşdırdığım daha öncədən və s. Yəni onları da nəzərə alaraq eyni bu dərsləri ruscada çəkməyi planlayıram. Yəni bütün mövzular bəlkə indi denk gəlməyə bilər, amma çalışacağam ki, hamısını ruscada izah edeyim. Heç nə, inşallah xeyirli olsun, sizin üçün də faydalı olsun. Başlayaq. Birinci mövzumuz deməli Exponents və Radicals. Burada bəzi qaydalar var. Deməli law 1. Yəni ki, x power 1 x equals x. Yəni power'da nə yazsaz, həmişə cavabda özünü alasınız. X power 1 is equals x. Let's show that in example. For example, 2 power 1 is equal to. Ya da ki or niye yazdım bura? Or x plus 2 power 1 is equals x plus 2. Yəni bu məncə simple bir şeydir. Çox da izaha ehtiyac yoxdur. The second law is x power 0 is equals 1. Yəni fərqi yoxdur. Luboy bir parametr number götürəndə power'da 0 yazanda cavab olur 1. Məsələn 4 power 0 equals 1. Üçüncü law nədir? Deməli x power m multiply by x power n is equals x power m plus n. Parametrlər, yəni base deyək də buna, baselər eyni olduqda və multiplication operation aparılanda biz powerları sadəcə toplayırıq. M plus n. For example, 2 power 4 multiply by 2 power 2. Yəni 2 squared. Olacaqda 2 power 6, 4 plus 2, yəni 2 power 6. Bu nə deməkdir? Yəni 2-ni 6 dəfə özünə vururuq. Bu da eləyəsi 64. İnşallah 64 eləyir. Belə mexanik səhvlər bəzən qaçırmaq olur. Oldusa da üzürlü sayasınız və qeyd eləyəsiniz kommentlərdə. Dördüncü law nədir? X power m over x power n. Yəni yenə baselər eynidir, powerlar fərqlidir. Burada da olacaqdır subtract eləyəsik də. Yəni m-dən n-i çıxacaq olacaq x power m minus n. For example, 2 power 4 divided by 2 power 2 olacaqdır 2 power 4 minus 2, yani 2 squared, and the result is 4. Law number 5. X power m and again the second power n. In this case, I will multiply m by n. Yani x power m multiply by n. Let's show that also an example. 4 power 2 and power 2 olacaqdır 4. 2 multiply by 2 olacaq 4 power 4. Yəni 4'ü 4 dəfə özünə vuracaq. We will multiply 4 by 4 times. Multiply by 4, multiply by 4, multiply by 4. Neyse, bu belə. The law number 6 is x multiply by y power m. We see that x and y have the same power.
That means that we can separate x and y. I mean x power m multiplied by y power m. For instance, 2 multiplied by 4 power 2. And this is also possible to write this expression like 2 power 2 squared multiplied by 4 squared. The law number 8 is 7. 7-ci qayda nədir deməli? X over y power m. What we see here, we are dividing x by y and they have also the same power. We can also separate x and y, and in the end we will become x power m over y power m. For instance, let's show that in example. 4 over 8 power 2 squared. 4 squared over 8 squared. 16 over 64. Let's eliminate 16 and 64, and as a result I will become 1 over 4. Bu mənim burada gözümə batır. Gərəksizdir. And the last law, x power negative m equals 1 over x power positive m. Yəni bunu belə lor dildə izah edəcək olsaq, götürürsüz bu veriləni aşağıda yazırsınız, yəni burada və bu power negativdən çevirirsiniz pozitivə. Vəssalam. Gəlin example göstərək. 3 power negative 4 equals 1 over nə olacaq? Bəli, düzdür. 3 power positive 4. Bu bizim qaydalarımız idi. Bu belə. Deməli, davam edək. Deyək ki, bizdə belə bir şey var. Negative 4 kub, bir də positive 4 kub. Yəni positive 4-u belə yazmaya ehtiyac yoxdur. Mən prosta özüm yazdım ki, 4 kub da yaza bilərdik. Yəni. Negative 4 kub. Biz görürük ki, burada 4 sadəcə 4 deyil, negative 4. Bu nə deməkdir? Negative 4 multiply by negative 4 multiply by negative 4. 3 times negative 4. Negative multiply by negative is positive. And positive multiply by negative olacaq negative. Yəni negative 64. Burada isə olacaq 4 multiply 4 olacaq 64 positive. Yəni burada nə demək istəyirəm? Əgər sözlə də yazaq. If the number is negative, üzr istəyirəm, bir dənə problem yarandı şeydə, proqramda. Deməli, nəyi danışırdıq biz? Aha, burada biz nəyi izah elədik? Deməli, negative 4 kubdur burada. Kub olanda, deməli, biz tapdıq negative 64. Burada positive 4-dur. 3 oldu positive 64. Yəni, mən nəyi izah edirdim bayaq? Əgər, deməli, bizim numberımız negativdirsə və bu power hissəsi təkdirsə, tək, onda bizim cavabımız olacaq negativ. Amma əgər belə olsaydı, negative 4 power 4 olsaydı, deyək ki, o asidi nə? Negative 4 multiply by negative 4 multiply by negative 4 multiply by negative 4 olasıydı. Deməli, negativə vuranda olacaq pozitiv, negativə vuran olur pozitiv və pozitivə də pozitivə vuranda olacaq pozitiv. Yəni, küt oldusa, power deyək də, qüvvət deyirlər Azərbaycanca deyəsən buna, küt power olanda cavab olur pozitiv. Əgər negative number üçün və power təkdirsə, odd even söhbətidir də təkcül. Onda cavab olacaq negativ. Bu example-larda olduğu kimi. Bu belə. Biraz square rootların izahına keçeyim. Demək, square root nədir? Yəni kvadrat kök deyək də. Bizim square root 64 nə deməkdir?
Bu deməkdir ki, square root 8 power 2, yəni squared. Burada 2 olur, amma biz onu yazmırıq. Bu ilə bu gedir, qalır nə? 8. Square root 25. Nə deməkdir? 5. Çünki 5 squared is 25. Bunu bilirik. Bilmiriksə də öyrənməliyik. İndi gələ belə bir кейzə. Deyək ki, square root 125. 125 heç nəyin kvadratı deyil. Deyə bilmirik. Yəni, belə bir şey ağla gəlmir. Çünki nə var? Bax, 2 squared olacaq nə? 4. 3 squared olacaq 9. 4 squared is 16. 5 squared is 25. 6 squared is 36. 7 squared 49. Belə yaza gedirik. Deməli, 81 olacaq 9-un kvadratı. Daha bir dənə 8 qalıb. Bunu da yazaq da küsməsin. 10'un kvadratı olacaq 100. 11'in kvadratı olacaq 121. 12'nin kvadratı olacaq 144. Görürük ki 121'dən 144'ə qədər heç bir square yoxdur başqa. Amma 125-də nə hikmətsə gəlib düşüb bunların arasına. Bu deməkdir ki 125 heç bir şeyin kvadratı deyil. Biz nə arıq? Bunu belə eləyəcəyik. 125'i mən yazacağım nə? 5 multiply by 25. 25'dan square root'dan nə çıxır? 5 çıxır. Bu 5 da yetim qalır square root'un altında. Aydın oldu. Gəlin başqa bir example göstərək. Misal üçün square root olsun. Nə olsun? Square root 160 olsun. Bu necə yaza bilərəm? 160. Bunu belə yazmaq olar. Deməli 16 multiply by 10. 4 squared multiply by 10 square root. Baxın, square root 4'dan çölə nə çıxır? 4. Square root 10 də elə burada qalır. Square root deyirəm. 4 squared'dən çölə 4 çıxır. 10 də square root altında qalır. Çünki yəni 10 heç nəyin kvadratı deyil. Belə deyək də. Gəlin bir dənə example göstərək. Misal üçün nə olsun? Square root 54 plus square root 45. Example. 54'ü necə yaza bilərəm? 6 multiply by 9 plus, and I can write 45 as 5 multiply by 9. Baxın, 9 nədir? 9, 3 squared deməkdir. Burada da 3 squared. Square root 9 3'dən, 3 squared'dən nə çıxır çölə? 3. And square root 6 plus, keçdik bura. Buradan da çölə 3 çıxır. Olacaq 3 square root 5. Belə. Yəni, bunun davamı yoxdur. Yəni, bunu belə saxlayırıq. Amma əgər məndə burada square rootlar eyni olsaydı, misal üçün 4 square root 10 plus 11 square root 10. Görürsünüz, square root 10'lər məndə eynidir. Mən bunu belə nəzərə ala bilərəm də. Yəni 4x plus 10, 11x nə olur? 15x deməkdir, düzdür? Yəni burada da bunları x kimi görsək, olacaq nə? 4 plus 11 olacaq 15 square root 10. I hope that everything is okay and clear at the same time. İndi uşaqlar, belə bir şəkil yüklədim bura. Gəlin bu şəkildəki example'ların bəzilərini həll edək bir yerdə. Başlayaq. Misal üçün nədən başlayaq? Deyək ki, bu 6-cıya baxaq. Burada nədən gedir söhbət? Negative 3 a squared b negative 3 multiply by 3 a power negative 5 b over 8. Bəzən mexaniki səhvlər buraxa bilərəm, gözümdən qaçmış ola bilər. Olarsa kommentlərdə qeyd edərsiniz və üzrlü istərsiniz. Yəni bəsit hesablamalar və ya səhv köçürmələr ola bilir yəni. Deməli, burada nəyə baxırıq? Birinci, desimallar bir yerdə götürülür. Desimal nədir? Yəni rəqəmlər. Təbəndən bunlar negativ 3-dən 3. İkincisi, A-lar bir yerdə. Üçüncüsü də B-lər bir yerdə. Baxaq, negative 3 multiply by positive 3. Olacaq negative 9. A'lara baxırıq.
a power 2 multiply by a power negative 5. Bu nə deməkdir? A power positive 2 plus negative 5. Plus negative 5 nə deməkdir? Biz dedik ki, əgər same base, if we are multiplying the same base with different powers, yəni different powers nədir burada? 2 ilə negative 5-dir, düzdür? We should find the sum of these two powers if we have the same base. Yəni ortaq əsaslarımız varsa, üstlər toplanılır. Positive 2 ilə negative 5. Positive 2, negative 5. Bunlar toplayırıq. Bu da olacaqdır a power negative 3. İndi tapırıq b'ləri. Müvafiq olaraq. B power negative 3 multiply by b power 8. Bura baxıram. Positive 8 daha doğrusu. Olacaq nə? B power negative 3 plus 8 equals B power 5. Deməli, tapdıq nə? Qırmızı ruşkamı götürüm. Negative 9, negative A power negative 3, B power positive 5. Yəni, cavabımız nə oldu? Negative 9, A power negative 3, B power positive 5. Bu bizim resultımız. Baxım, gözüm burada hansı sualdan su içmirəm. Gələk 12-yə baxaq buna. Maraqlı sual oxşur. Bu neçənci sual idi? 6. Baxaq 12-ci sual. M squared n cube over mn squared cube. Bu necə solv eləyəcək? Deməli, baxırıq. Bayaqki qaydalara əsasən, hansı idi o qayda? Bu qaydadır, baxın. 6-cı qayda bu. Burada biz neynədik? Deməli, same power. Görürsünüz, bax, m bunlarda ortaqdır. M bu ikisinə də aiddir. Mən neynədim? Bunu götürdüm. X-a da m yazdım, Y-a da m yazdım. Budur, buradakı kimi. Mən burada da eyni qaydada eləyəcəm. Deməli, m squared, n bracketin içində deməli cube over mn squared bracketi bağladıq 3. Olacaq nə? M squared cube multiply by n cube over m cube multiply by n2 3 n2 multiply by 3. Deməli, burada da 2 multiply by 3 olacaq. M power 6 multiply n cube over m3 over n6. İnşallah ki, hər şey düz yazmışam. n3-dür, 2, 3, bəli düzdür. İndi baxırıq. Qələmimi dəyişim. M-ləri ayrı götürürəm, n-ləri ayrı götürürəm. İnşallah buradan baxaq. Nə olacaqdır? Yenə qaydırıq əvvəlki qaydaya. Baxın. Harada yazmışam? Budur. 4-cü. Deməli, 4-ə baxın. Eyni parametrlərdir x-lar. Üstləri, amma m-lər fərqlidir. Görürsünüz? Nə edirik? X-i yazırıq, üstlərində fərqi tapırıq. Yəni, subtract edirik. From the first one, the second one. Yəni, m minus n yazırıq da, qısaca belə deyim. İndi burada da eyni şey eləyəcəm. Base nədir bizdə? We have the same bases. The first base which you have is m. The same is m. And the second one is n. Olacaq m power 6 minus 3 multiply by n power 3 minus 6. Olacaq m cube multiply by n 3 minus 6 olacaq negative 3. İndi qaydırıq yenə n-dən bağlı bir qaydaya. 8-ci qayda. Bura baxın. Deməli, power negative olanda biz nə edirik? Götürüb onu denominatorda, yəni məxrəcdə yazırıq. Məxrəcdə. Və, yəni denominatorda də məxrəcdə yazırıq və bu negativi çövündərəm, yazıram pozitiv. Qaydaq bura. Baxın, m cube multiply by 1 məxrəc denominatorda yazıram n və negative 3 olur nə? Positive 3. Bu da bizim, bu belə də yazıla bilər. İndi testdə necə verilsə artıq. Bu da bizim cavabımız. Keçək indi square rootları biraz izah edeyim. Burada qayda falan yoxdur. İndi ona görə bu yazdıqlarımı siləcəm, böyük ehtimal. Deməli, square rootlarda nə izah edeyim sizə? Misal üçün, baxaq. Sual. Yox, qələm rəngi yaxşıdır. Baxaq sual 5-ə. Buradan yazım da bunu. Deməli, bu nə deməkdir?
Bunu yazacağım 3 square root 75 nə deməkdir? 25 multiply by 3. Baxın, indi mən promoy 75-ə baxıb gördüm də, yəni 25 vur 3, yəni avtomatik gördüm yəni. Amma mövzunu təzə öyrənən bir uşaq üçün, yəni bunu görməyə bilər promoy və bu çox normaldır. Yəni, bunu kompleks eləmək lazım deyil ki, necə yəni hardan bildi 75 promoy 25 vur 3-dür. Yəni mən də riyaziyyat təzə öyrənəndə məktəbdə, yəni birbaşa görmürdüm. Yəni, bu praktika ilə olası bir şeydir. Qaydasını da indi daha rahat yolla başa salacağam. Bu nə deməkdir? Baxın, 25 nədir? 5-in kvadratıdır. 25 5-in kvadratıdırsa, kök altı square root 5 squared'dan nə çıxır? Çölə 5 çıxır. Olacaq 3 multiply by 5 square root 25-i çölə çıxartdım da 5 yazdım. Gördünüz? 3 də qaldı square root'un altında. Bu da cavab məndə nə oldu? 15 square root 3. This is the final answer. İndi baxaq bura. Mən necə ki burada 25-i çölə çıxartdım, 5 kimi yazdım. Burada 5'i içərisi alacağım. Necə yazacağım? Bax. Square root 2. We have under the square root 2. And square root'un yanında ne var? To the left side from square root we have number of 5. 5 we can also write under the square root as 5 squared. Yəni 5'in kvadratı kimi yaza bilərəm. Elə bir square root'un altına salıramsa başına da bir dənə 2 yazıram. Kvadrat yazıram. Bu ne olacak? Square root 2 multiply by 25 is equals square root 15. Bu da bizim cevabımız. Ümid edirəm aydındır. Yəni o birisilərdə eyni tipli suallardır. Yəni, qeyri-adi, fərqli bir şey yoxdur. Birini başa düşdünsə, o birisini də avtomatik yazarsan deməkdir. Deməli uşaqlar, başlayaq. Belə bir example-lar. Bu 1-2 dənə səhifə var, çatsaq eləyər inşallah. Which expression is equivalent to Which expression is equivalent to x squared, y, x power 4, y negative 3, positive numbers. Deməli, bayaqki qaydada, yəni heç bir fərqlilik yoxdur. Deməli, x-ları bir yerdə götürürük, y-ları, desimallar, digər hərfləri bir yerdə. X squared üzr istəyirəm, y multiply x power 4 multiply y power negative 3. Deməli, x-lar bir yerdə götürürəm. Olacaq x squared multiply x4. Olacaq nə? x2 plus 4, yəni x power 6. Bu bir. İkincisi, y heç nə yazılmayıbsa, deməli, burada 1 yazılıb deməkdir də. Bunu yazaq da, gözümüz aldanmasın deyək. Y power negative 3. Bu nə olacaqdır? Y power 1 minus plus negative 3. Bu olacaq y power negative 2. Bu da belə. Bunları yan yana yazsaq, yəni bunları nəzərdə tuturam. Olacaq x power 6, y power negative 3. Negative 3 deyirəm, sonra negative 2. Bu da cavab B. İkinci. Which of the following is equivalent to x power x over 64? Bu da bu square root. Baxın. Mən bunu belə yazsam, square root x, square root 64. Square root x-dən heç nə çıxmır da, yəni. Məsələn, burada square root x squared olsaydı, misal üçün, buradan 2 ilə root gedərdi, qalardı x. Amma square root x, elə square root x kimi qalırdı, həmən bir şey dəyişənmir. Amma square root 64 nə deməkdir? 8 kvadrat deməkdir. Olacaq square root x over 8, yəni 8. Bu da cavabda nə olacaq? X kvadrat yox, x kvadrat yox, 32 yox, elə bu da cavab budur. İndi bu ilə bağlı ayrıca bir şey izah edəcəm ki, bu niyə belə 2-də 1 yazdıq. Qaydaq indi bura. İzah eləməzdən öncə. Deməli, bu üçüncü sualda elə bir məqamı izah edeyim. Belə bir şey var. Deməli, A, burada yazaq B, burada yazaq C. Bunu necə açmaq olar? Square rootsuz. Olacaq A power B divided by C. Aydın olduğu inşallah ki. Yəni, məsələn, square root 4, burada olacaq 8, burada olacaq 4 yazaq. Mən bunu belə yaza bilərəm. 4 power 8 over 4, yəni 4 power 2. Bu da olacaq 16. İndi deyəsiniz, bu misalın bu ilə nə əlaqəsi var? Göstərəcəm. Qaydaq misalımıza.
Deməli, x power 5 over 6 divided by 3 square root 6. Burada x'in başında heç nə yoxdur, boşdur, görürsünüz. Ona görə mən bura özümdən 1 yazmaq istəyirəm. Yazma haqqım da var yəni. X power 5 over 6 divided by x power, bax bu lova görə 1 bölü 3 yazacağım. 1 over 3. When we have the same base but the powers are different, what we can do? In this case, I will write just x and I will find the difference between the first power and the second power. İndi nə danışdım mən? Deməli, mən bura bir dənə x yazıram. Əgər mənim base'lərim eynidirsə, 5 bölü 6'dan 3'te 1'i çıxa bilərəm. Yəni 5 over 6 minus 1 over 3. Common denominator tapırıq. Common denominator nədir? Ortaq məxrəc. Nədir bunların ortaq məxrəci? 6. 6 divided by 6 is 1. 6 divided by 3 is 2. 1 multiplied by 5, 5, minus 1 multiplied by 2, 2. Olacaq nə? X power 3 over 6. Mən bunu belə yaza bilərəmmi? Heç ehtiyacı var mı? Baxım, var. Deməli, 3 ilə 6-nı simplify, eliminate və ya ixtisar edə bilərik. Olacaqdır x power 1 over 3. Cavabda da olacaq nə? A variantı. Neçə dəqiqə video olub bilmirəm. Çox uzun olsun da istəmirəm. Gəlin bu səhifəni daha Allah rızası üçün bitirək. Baxın, burada nə deyir? Which expression is equivalent to b power 7 9 over 7? Sualın qabağını bağladım konkret. A variantı sırası səhvdir. B niyə sırası səhvdir? İndi soruşmayın niyəsini. Gözüm promoyu görür onların səhv olduğunu. Baxaq variant C-yə. Cavab variant C-dir zaten. Bayaqki lova görə biz nə edə bilərik? B power 135 divided by 105. Mən bunları simplify eləyə bilərəm. Hələ ki, nəyə simplify eləyə biləcəyimi görəm. Gəlin simplify eləyək. 3-ə hələk. Uzaq görənliyim zəifdir. Nə olacaq? B power 3-ə ixtisar eləyəndə 4, 45. 105-i 3-ə böləndə nə edir? 3, 15. Bunlar da yenə simplify olunur. Nəyə? Simplify bu arada ixtisar deməkdir. 45 ilə 35-i simplify eləyəndə 5-ə. Burada qalacaq 9, burada qalacaq 7. Məndən də onsuz da bunu soruşurdular. Yəni cavab nədir? The correct answer is C. Baxaq bura. Which expression represents the product of B6? Bunların produktını soruşur. Bunun və bunun produktdakı səhv eləmirəmsə umnожение hasil deməkdir. Ruçkanı biraz nazikləşdireyim. Deməli, B6, C negative 2, D negative 5 multiply by B8, C negative 3 plus C4, D5. And close the brackets. Deməli, bunu götürüb buna vuracağım. Sonra da buna vuracağım. Olacaq nə? B6, C negative 2, D negative 5 multiply by B8, C negative 3 plus B6, plus niye bu kadar büyük yazdım? C negative 2, D negative 5 multiply by C positive 4, D5. Okey. Bu belə. İndi baxaq nə var? Deməli, B ilə B var. Multiply eləyirik. Ona görə də üstlər toplanır. Olacaq B power 14. C negative 2, negative 3. C negative 2 multiply by C negative 3 olacaq nə? C negative 2 plus minus 3. Bilirik ki plus, minus plusdan güclüdür. Olacaqdır C negative 2. Bax plusla minus var. Mən minus götürəcəm. Olacaq minus 3. Yəni C negative 5. Bu belə. Yazdıq burası negative 5. Bu ümid edirəm ki lazım olmaz sizə. Silirəm buranı. Lazım olsa da dala çəkib baxa bilərsiniz. C-lər yazdıq. D-dən isə bax C-ni də yazdım. D məndə bircə dənədir burada. Ona görə mən D-ni elə necə var saxlayacağım. Heç nəyə vuramıram da təkdir. D də olacaq negative 5. Plus, qaydaq indi bu tərəfə. Burada B-dən bir dənədir. Görürsünüz, burada başqa B yoxdur. Ona görə B-ni elə necə var saxlayıram. C məndə negative 2-dir, bir də pozitiv 4-dür.
C negative 2 multiply by C positive 4 olacaq nə? C negative 2 plus 4, yəni C positive 2. Yazaq bura C positive 2. C-ni də yazdım, qaldı D. D-lər isə inşallah ki düz köçürmüşəm. Bir dəmə baxım. 5, bəli. D-lərə baxaq. D görürsünüz ki burada negative 5'dir, burada da positive 5'dir. Negative 5 plus 5 olacaq D 0. Qaydaq birinci qaydaya. Hani ikinci qaydaya daha doğrusu. 2'yə baxın. Power 0 olanda cavab 1'dir. Qaydaq suala. Yəni cavab 1'dir. Vur 1 yazma mənası yoxdur. Bu da bizim cavabımızdır qısaca. Hani tapım. Deməli B10 -5 C2. Cavab C. Qaldı bir dənə 6-cı sual. 6-cı sualda izah eləyək, sonunda vədalaşaq. 8 multiply by x2 divided by. Baxın. 4 nədir? 4-dən nə çıxır? 4 nə deməkdir ümumiyyətlə? 4 o deməkdir ki 2 squared. Ona görə mən square root'un altından 2'ni çıxarda bilərəm. Yazdım bura 2. Biz demişdik ki, yox deməmişdik. Bunu sizə 2 dəfə deyirəm. Deməli square root'un deyək ki burada A. Əgər burada heç nə yazılmayıbsa və burada heç nə yazılmayıbsa, bu o deməkdir ki, burada həmişə 1'dir, burada həmişə 2'dir. Yəni bu belədir. Əgər bu dairə çəkdiyim, bu yumru aldığım 1 ilə 2 yazdığım qırmızı, orada heç nə yoxdursa, heç bir şey yazılmayıbsa, siz bilməlisiniz ki, orada 1 sağ tərəfdə içəridə 1'dir, çöldə 2'dir. Yəni bu belədir. Bunu belə yadda saxlamalısınız. İndi qaydaq bura misalımıza. Burada heç nə yazılmayıb. Yəni yazılmır heç vaxt. 2. Bura 2 yazacağım. Yəni orada heç nə yoxdursa, demək ki orada 2 var. Ha 3 varsa 3 yazılacaqdır. Amma 2 orada yazılmır yəni. Amma yoxdursa da bilmək lazım ki orada 2 var. X buranın power'ı 6'dır. Yazacağım 6 bölü 2. Bunu bayağı izah eləmişdim. Multiply by y 4 over 2 yazacağım bura. Olacaq nə? 8 power x multiply by x power 2 squared 2x bax 6 bölü 2 3 y 4 bölü 2 də 2. 8'dən 2'ni götürürəm. Burada elədim nə? 4. X kvadrat bölü x kub olacaq. X minus 1. Y-daki minus 2 olacaqdır. X minus 1, y minus 2. Bu da cevabımız C. Dostlar inşallah videodan məmnun qaldınız. Bu biraz sadə mövzudur. İndi təzə öyrənənlər üçün sadə olmaya da bilər. Yəni təzə giriş elədim videolara. İnşallah eyni videoları həm bu şəkildə dediyim kimi, videonun başında da dediyim kimi, yəni terminləri əsasən ingilis dilində, yəni uşaqların çünki hamısı ingilis dilini yaxşı bilməyə bilir də. Yəni təzə öyrənən uşaqlar olur. Pre-SAT tələbələri və s. Yəni ingilis dilində təzə başlayıb. Ona görə məhz topikində belə deyək, modulunda problem yaşamamaları məqsədi ilə videonu hər dilləri birləşdirib çəkməyə çalışıram. Əsas məqamları ingiliscə deyirəm, amma ucu da qəliz izah ediləsi, belə uzun-uzadı izah ediləsi yerlərdə Azərbaycanca çalışıram izah edeyim. Və eyni formatda ruscada video izahı gələsidir. Ümid edirəm aydın video oldu, sıxılmadan izlədiniz. Çünki insan sıxılanda bir şeyi nə qədər çalışsa da nəticə əldə etmək biraz çətin olur. Salamat qalın. İnşallah növbəti videolarda görüşmək üzrə. Sağ olun.